Allahın elmi səni məcbur eləmir seçimdə. Məsələn, adamlar var, ustaddır, 20 dənə tələbəsi var, tələbəsinə baxır, bilir semestrdə, məsələn, imtahanda filan tələbə kəsiləcək, filan tələbə nömrə alacaq və keçid eləyəcək başqa mərhələlərə. Biz qabaqcadan deyir ki, filan kəs sən imtahandan kəsiləcəksən. Sənin o gedişatından bilirəm bunu, sən imtahandan kəsiləcəksən. O ustadın onu bilməsi bu demək deyil ki, o adam məcbur oldu ustadın bilməsinə görə imtahandan kəsildi. Ustad gedişatdan ustad bilir. Günahkar olmadı bilməyinə bu görə. Bu bir dənə misaldır. Mən indi elm məsələsində bir misal vuracam. O misalda tam surətdə bu məsələ aydın olacaq. Allahın bilməsi bizi heç nəyə məcbur eləmir. Deyir, bir dənə otaqdasan, otaqda bir pəncərə var. Mən bu misalı çox vururam ilahi elmə nisbətdə. Bir pəncərə var. Sən pəncərənin önündə dayanmısan, otağın içindəsən. Pəncərənin önündən yük qatarı keçir. Vaqonlar keçir. Sənin də işin budur. Vaqon keçdikcə orada baxırsan, yazırsan. Birinci vaqonda un var idi, yazdın. İkinci vaqonda kələm var idi. Üçüncü vaqonda alma var idi. Dördüncü vaqonda buğda var idi. Bunları yazırsan. Haçan yazırsan, haçan ki o sənin pəncərənin önündən keçir. Birinci vaqon ki sənin pəncərənin önündən keçdi, o sənin üçün olur keçmiş. Keçdi. Daha sən onu görmürsən. İkinci vaqon sənin önündədir pəncərədə. Sənin üçün haldır o. İndiki zamandır. Onu görürsən. Üçüncü vaqonda hələ sənin yanına çatmayıb. O da gələcəkdir. Bu həyat pəncərəsi də belədir. Bir nəfər bu damın üstündədir. O pəncərədən baxmır o vaqonlara. O birinci vaqondan 10-cu vaqona qədər hamısını üstdən görür, damın üstündədir. Onun üçün vaqonların keçmişi, halı, gələcəyi yoxdur. O hamısını eyni vaxtda görür. Dəvə karvanı da misal. Dəvə karvanı. Ümumiyyətlə fərq eləmir. O görür hamısını eyni vaxtda. O sənə deyir ki, yaz deyirəm, yaz hamısını vaqonların. Üçüncü vaqonda buğdadır, dördüncü vaqonda məsələn almadır, yaz. Birdən sən yazırsan onu dediyin. Vaqon gəlib keçəndə görürsən ki, həqiqətən düz çıxdı. Onu deyirsən ki, sən elədin. Sən deməsəydin dördüncü vaqonda alma olmayacaqdı məsələn, buğda olmayacaqdı. O deyir, yox, mən eləmədim. Mən orada heç nəyin yerini dəyişmədim. Sadəcə mənim baxışımın əhatəsi, görüşümün əhatə dairəsi səndən böyükdür. Allahla bəndənin misalı belədir. Biz bu dünya mağarasının içindəyik, zaman xəttinin içindəyik. Fəlsəfədə deyilir, zamanın bir ibtidası var, bir intihası var da, əvvəli və sonu var. Biz bu zamanın içindəyik. Zamanın içində olduğumuza görə, zaman pəncərəsindən baxdığımıza görə bizim üçün 3 hissəyə bölünür. Keçmiş vaqon, indiki vaqon, gələcək vaqon, keçmiş zaman, indiki zaman, gələcək zaman. Amma o ki, vaqonlardan üstədir, zamanın üstündədir, onun üçün keçmiş hal və gələcək yoxdur. Onun üçün keçmiş də, hal da, gələcək də hamısı indi görünür. Hal kimidir. Allahın elminin misalı belədir. Allah demir, mənim üçün gələcəkdə, məsələn, gələcəkdə mən filan işi görəcəm. Allah bilir mən filan işi görəcəm. O mənim üçün gələcəkdədir. Allah onu indi görür. Allah üçün gələcək deyil. Allahın elmi belə deyil ki, Allah bilir gələcəkdə Hacı Fariz belə eləyəcək. Allah mənim üçün gələcəyin nisbətini deyir. Allah üçün bütün gələcək də, keçmiş də, halda hamısı eynidir. İndiki haldır. Niyə? Çünki o zamanın üstündədir. O hamısını görür. Deməli, Allahın onu görməsi qətiyyən bizim əməllərimizdə təsir eləmir. Allahın onu bilməsi təsir eləmir. Sadəcə o ona bənzəyir ki, damın üstündən birinci vaqondan 10-cu vaqonuna qədər hamısını görür. Allah da zamanın üstündədir. İbtihasından intihasına qədər hamısını görür, hər nəyi görür. Allahın onu görməsi, bilməsi bizim heç bir halımıza təsir eləmir.